Bu günlərdə bu görüş fürsətimizdən istifadə edərək Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin mübarək sünnəsindən bəzi hədisləri oxumaq istəyirəm. Hansı ki, İslamı, insanı dəyərlərə dəlalət edir, müsəlman cəmiyyətlərin qardaşlığı qoruyan, möhkəmləndirən böyük dəyərlərə dəlalət edir. Hansı ki, o gözəl sifətlər əgər bir insanda bir araya gələrsə, Allah Taala'nın dərgahında xeyirli insanlardan olmuş olar. Belə ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Əl-Muslimu mən səliməl-muslimunə min lisanihi və yədihi. Müsəlman o kəsdir ki, başqa müsəlmanlar onun dilindən və əlindən salamat qalırlar. Əsl müsəlman odur ki, başqa müsəlmanlar onun dilindən və əlindən əziyyət çəkməzlər. Başqa bir hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Əl-mu'minu mən əminəhun nəsu fi əmvalihim və əradihim və dimaihim. Həqiqi mömin o kəsdir ki, başqa möminlərin qanı və malı ondan əminamanlıqda olar, salamatlı olar. Əsl mömin odur ki, onun başqalarının malına və qanına ziyanı dəyməz. Və sonra sözünün davamında Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Əl-muhaciru mən həcərə ammə nəhallahu anhu. Mühacir o kəsdir ki, Allahın qadağan etdiyi şeyləri tərk etsin. Həqiqi mühacir o kəsdir ki, Allahın qadağan etdiyi, yəni Allahın haram etdiyi şeyləri tərk etsin. Və sonra növbəti hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Əl-mücahidu mən cəhədə nəfsəhu fi ta'atillah. Həqiqi mücahid o kəsdir ki, öz nəfsi ilə Allaha itayətdə mücadilə aparır. Yəni, öz nəfsi ilə mübarizə aparır ki, onu səbrə təşviq edir ki, Allaha ibadətdə və itayətdə olsun. Bu dediyim 4 hədis müxtəlif hədislərdir. Elə anlaşılmasın ki, bunlar hamısı bir hədisdə gəlir. Müxtəlif 4 hədisdir, 4 müxtəlif ravilərdən gəlir və müxtəlif hədis kitablarında rivayət olmuşdur. 4-ünün də isnadı səhihdir.